Yaxşısı budur da xoş gördük. Orqanizmə müsbət təsirinə görə əsl dərman hesab olunan 2 tərəvəz haqqında danışacağıq bugün. Çuğundur və yerkökünün təzyiqi aşağı salmasından və diabetə qarşı müsbət təsirindən agah olmaq istəyirsinizsə, diqqətiniz bizdə olsun. Çuğundur və yerkökü nəyə faydalıdır? Hər iki meyvənin düzgün yeyilmə qaydası necə olmalıdır? Hansı tərəvəz yüksək təzyiqi aşağı salır? Şəkərli diabeti olanlar hansı tərəvəzi yeyə bilər? Bu tərəvəzdən bol fayda görmək üçün bişirmək ya şirəsini içmək lazımdır. Bütün suallarınıza cavab az sonra yaxşısı budur da. Çuğundur qədim dövrlərdən bəri insanlar tərəfindən yetişdirilən bir bitkidir. İlk olaraq təxminən 4000 il əvvəl yetişdirildiyi məlumdur. Əvvəlcə onun yarpaqları qida kimi istifadə olunub. Amma zamanla kök hissəsi də qida mənbəyi kimi dəyər qazanıb. Romalılar və Yunanlar çuğunduru yalnız qida kimi deyil, həm də dərman məqsədi ilə istifadə ediblər. Orta əsrlərdə Avropada çuğundur şəkər mənbəyi kimi əhəmiyyət qazanmağa başlayıb və xüsusilə şəkər çuğunduru şəkər sənayesində inqilab yaradıb. Mövsümündən asılı olmayaraq çuğundur hər mövsümdə qəbul edə biləcəyimiz tərəvəzlərdəndir. Kökü daha çox torpaq altında olan tərəvəzlərdən olduğu üçün onun tərkibindəki minerallar, üzvü birləşmələr, vitaminlər davamlı olaraq qalır. Mən deyərdim ki, çuğundur ən unikal tərəvəzlərdəndir və çox gözəl ki, bizim ölkəmiz üçün də əlçatandır. Yəni bizim coğrafiyada bir çox regionlarımızda çuğundurun bir sıra növləri yetişməkdədir. Burada ağ çuğundur var, qırmızı çuğundur var, az qırmızı rəngdə olan çuğundurlar da vardır və bütün növləri faydalıdır. Çuğundurun tərkibində B qrupu vitaminləri var dedik, C vitamini var, sonra mikroelementlər çoxdur, natridir, kalidir, maqneziumdur, dəmirdir. Bunlar ki var, ona görə də dəri gözəlliyi üçün yaxşı, hətta onun üzə maskaları da çox yaxşıdır, yəni rəndələyib, sonra üzə maska halında istifadə edə bilərlər. Kimlər ki, bəli, çuğundurdan istifadə edir, hətta daxilə, onların dərisində bir gözəlləşmə olur, dəridə təravətlənmə olur. Bu da həmin çuğundurun zəngin tərkibi ilə bağlıdır ki, çuğundur o qədər zəngin tərkibə malikdir ki, bu yeni hüceyrələrin yenilənməsinə gətirib çıxardır, vitaminlərlə zənginləşməsinə gətirib çıxardır. Vətəni aralıq dənizi olan qırmızı çuğundur ehtiva etdiyi vitamin və minerallar baxımından sanki enerji anbarına bənzəyir. Çuğundur həmçinin ətraf mühitə dost bitkidir. Onun yetişdirilməsi üçün az miqdarda su tələb olunur və müxtəlif iqlim şəraitlərinə uyğunlaşma qabiliyyətinə malikdir. Çuğundur torpağın keyfiyyətini də yaxşılaşdırır. Onun əkinçilikdə ekoloji faydalarını artırır. Antioksidan təsirinə görə bu tərəvəz dərini gözəlləşdirir, ürək xəstəliklərindən qoruyur, həzmi asanlaşdırır, mədə-bağırsaqları fəaliyyətinə müsbət təsir edir, qəbizliyi, mədə ağrısı və yanğısını aradan qaldırır. Çuğundur qida rasionumuzda daha çox qəbul edəcəyimiz tərəvəzlər qrupundandır. Çünki balanslaşmış qida rejimində karbohidratlara da ehtiyacımız var. Amma bu doğru karbohidratlar olmalıdır. Yəni mürəkkəb karbohidrat qrupu və mürəkkəb karbohidrat qrupunda daha çox tərkibi zəngin olan tərəvəzlərdən seçməliyik ki, burada ən başlıca yerdə təbii ki, çuğundur durur. Mürəkkəb karbohidrat qrupu olduğu üçün tərkibində şəkər də vardır. Lakin şəkər, doğru şəkər olduğu üçün orqanizmə düşdükdən sonra bizim qanımızdakı şəkərə çox ciddi şəkildə təsir edib birbaşa qanımızda şəkəri sürətləndirmir. Yəni şəkər dalğalanması yaratmır ki, bu baxımdan da yenə də çuğundur əlverişli tərəvəzlərdəndir. Təbii ki, çuğundurun təsadüfi deyil rənginin qırmızı rəngdə olması, o çox güclü antioksidantlar qrupundan ibarət olduğu üçün detoksda istifadə edə bilirik. Çünki detoks funksiyasına qaraciyərin faz 1-ni aktivləşdirdiyinə görə orada qaraciyər yollarını təmizləyə bilir, glikogen ehtiyatımızı deyək ki, doğru şəkilə çevirir, eyni zamanda toksinləri durulaşdıraraq bağırsaqlardan xaric olmamıza da yardımcıdır ki, burada isə növbəti mərhələ detoksda faz 3-ün aktivləşməsində rol oynayır ki, bu da bağırsaqlardan toksinlərin durulaşaraq atılmasında rol oynayır ki, burada təbii ki, çuğundurun tərkibindəki qida liflərinin geniş şəkildə çox olması ilə əlaqəlidir. Bu da bağırsaq peristaltikamızın artırılmasına, mikrobiotanın düzgün şəkildə işləməsinə yardımcı ola bilir ki, bu zaman da
da bəli, toksinlər çox gözəl şəkildə bağırsaqlarımızdan qovula bilir. Çuğundur çox faydalı bir tərəvəzdir. Yəni deyərdim ki, tərkibində bir çox vitaminlər var, minerallar var, mikroelementlər var və bunun içində həm immun sistemimizi gücləndirən bir tərəvəzdir. Eyni zamanda da tərkibində dediyim kimi B qrupu vitaminləri çoxdur, tərkibində liflər çoxdur. Liflər olduğuna görə bağırsaq sağlamlığı üçün faydalıdır. Kimlər ki, qəbizlikdən əziyyət çəkir, həmin insanlar çuğundurdan istifadə edə bilərlər. Çuğundur şirəsi xüsusilə idmançılar arasında məşhurdur. Çünki tərkibində olan nitratlar əzələlərin dözümlülüyünü artırır. Tərkibində nitratlar çox olduğu üçün qan dövranını yaxşılaşdıran bir tərəvəzdir və yüksək qan təzyiqindən əziyyət çəkən insanlar da istifadə edə bilər, çünki qan təzyiqini normallaşdırır. Və deyərdim ki, çuğundurun özü nitratlar çox olduğu üçün əzələləri gücləndirici bir xüsusiyyəti var. Kimlər ki, idmanla məşğul olur, həmin insanlar çuğundurdan mütləq istifadə eləsinlər. İltihab əleyhinə çox güclü təsiri vardır, immunomodulyatördur və eyni zamanda tərkibində bol miqdarda dəmirin olması ilə əlaqəli hamilələrin istifadə edə biləcəyi ən əsas tərəvəzlərdəndir. Bəzən biz hamilələr üçün qida rasionu tərtib edəndə balanslaşmış qida rejiminə təbii ki, dəyər veririk, önəmsiyirik. Amma orada bir sıra qidaları, bir sıra tərəvəzlərin uyğun gəlmədiyini görürük. Çünki allergik reaksiya yarana bilər, hamilələrdə digər toksikoz əlamətlərində yer ala bilər, bəzi başqa tərəvəzlər. Lakin çuğundurda bu xüsusiyyətlər yoxdur. Əksinə olaraq çuğundur hamilələrin istifadə edə biləcəyi ən əsas tərəvəzdir. Çünki dediyim kimi dəmir tərkibində var, fol var və bütün bunlar bətində olan dölün gələcəkdə sağlam bir uşaq kimi dünyaya gəlməsi üçün də şərait yaradır. Çünki biz bilirik, dəmir nədir, gemoqlobin nədir? Bu oksigenin daşınmasıdır və hamilələr üçün çox vacib olan hipoksiyanın olmamasına görə çuğundur yemələri lazımdır ki, çuğundurun tərkibindən dəmiri, folu almış olduqlarına görə onların dölündə, gələcəkdəki uşaqda heç bir şəkildə hipoksiya əlamətləri olmur, yəni ola bilməz. Çuğundur mətbəxdə geniş istifadə olunan bir tərəvəzdir. O, çiy, bişmiş, qovrulmuş və ya turşu kimi müxtəlif formalarda istehlak edilə bilər. Çuğundur, xüsusilə də çuğundur şirəsi damarları genişləndirir, təzyiqi salmağa kömək edir. Həmçinin çuğundur qan damarlarını daha elastik edir, iltihabı azaldır. Türkiyə Qazi Universitetinin alimləri qırmızı çuğunduru saç tökülməsi, psoriaz, ekzema, övrə, səpki, qaraciyər xəstəlikləri və orqanizmdə qaşıntının qarşısının alınmasında faydalı olduğunu bildiriblər. Çiy şəkildə çuğundurun tərkibində, məsələn, 1,8 qram zülal var, 9,7 qrama qədər karbohidrat var, B qrupa vitamin var, vitamin C var, fosfor, kaliy, kalsium, maqnezium kimi minerallar var. Bu bişəndə də tərkibini itirmir. Yəni necə ki, çiy şəkildə həmin bu maddələr vardır tərkibində, eyni zamanda bişəndə də onlar qalır. Sadəcə kalori baxımından biz diyetoloqların daha çox pişmiş formanı nəyə görə sevirik? Çünki deyək ki, çiy şəkildə çuğundurun kilokalorisi 100 qramda 90 kilokaloriya qədər olurdusa, pişmiş şəkildə bu azalır, daha çox 60-70 kilokaloriya qədər enir. Üçüncü ən vacib məsələ, çuğundurdan bir sıra həm şorbalarda istifadə edə bilərik, həm çiy salatlarda istifadə edə bilərik ki, çiy salatlarda dediyim kimi çiy formasından istifadə edirik. Eyni zamanda pişmiş şəkildə mətbəximizin ən zəngin, ən daha çox insanlar tərəfindən sevilən salatları məhz pişmiş çuğundurdan hazırlanır. Dördüncüsü, tərkibindəki ingrediyentlər bir sıra digər ingrediyentlərlə sinergiz təsir təşkil edə bilir. Yəni, tərkibinə qatılacaq çox digər qidaları əlavə edə bilirik. Bəzən tərəvəzlər olur ki, onların yanında hər tərəvəzi yerləşdirə bilmirik. Amma çuğundur çox, deyək ki, əlverişli bir təsir mexanizminə malikdir ki, tərkibinə yağ da qata bilirik, hətta deyək ki, xamayla istifadə edə bilirik, limon sıxaraq istifadə edə bilərik və digər tərəvəzlərlə çox istifadə edirik. Və buna görə də çuğundurun deyərdim şirəsi, çiy şəkildə, bişmiş şəkildə hər üç şəklində detoks rolu verir. Yəni detoks funksiyasını aktivləşdirə bilir. Eyni zamanda hətta istərdim unutmadan deyim ki, hətta çuğundurun yarpaqları belə faydalıdır. Yəni orada da yenə
vacib vitaminlər var, vitamin C var ki, bəzən çuğundurun yarpaqlarından da çox səmərəli şəkildə istifadə etmək olur. Dediyim kimi tərkibindəki qırmızı rəngi verən kvartsetin maddəsi deyərdim, bəlkə də bu saat longevity terapiyada, anti-age istiqamətli terapiyalarda ən başlıca bizə lazım olan maddələrdəndir ki, biz bunu da yenə də çuğundurdan almış oluruq. Digər xüsusiyyəti anti-age xüsusiyyətini də istəyərdim vurğulayım. Yəni ki, çuğundur hüceyrə metabolizmasını da güclü təsir etdiyi üçün, yəni hüceyrə tənəffüsümüzdə də rol oynayır. Bu da yenə B qrupu vitaminlərin olması ilə əlaqəlidir deyərdim. Bu baxımdan eyni zamanda sinir sistemimiz üçün də çox faydalıdır. Sinir keçiricində rol oynayır, sinir hüceyrələrimizin mübadiləsində çox kifayət qədər rol oynayır və anti-age xüsusiyyətində eyni zamanda çox istərdim vurğulayım, çuğundurun şirəsi. Yəni çuğundurdan əldə etdiyimiz şirələr, bu bir sıra şirələrlə terapiyalarımız var ki, orada ən başlıca yerdə, yəni çuğundurdur. Çuğundur olmazsa belə bir terapiyalarımız da mümkün olmaz əslində. O yüzdən də məsələn çuğundurla ispanaqdan ibarət bir sıra reseptlər var və yaxud çuğundur tək şəkildə və yaxud çuğundur köklə, çuğundur qozla, çuğundur sarımsaqla. Bunlar ikisi birlikdə çox güclü immunomodulyatordur. Yəni bizim payız-qış mövsümündə iltihab əleyhinə, virus əleyhinə müdafiə edici funksiyamızı aktivləşdirmək üçün mütləq belə tərkiblərə ehtiyacımız olur. Çuğundurun özünü də mən daha çox çiy halda istifadəsini məsləhət görərdim. Şirəsindən də istifadə edə bilərlər. Amma şirəsini çəkən kimi həmən deyil də bir 10-15 dəqiqə gözlədikdən sonra, açıq bir qabda gözlədikdən sonra istifadə edə bilərlər. Yarım bişmiş halda da çox faydalıdır. Yəni soyutma yarım bişmiş halda da istifadə edə bilərlər. Sonra yer kökü ilə birlikdə istifadəsi də çox faydalıdır. Yəni kimlər ki yer kökü və çuğundurdan birlikdə istifadə edirlər, bu insanlarda çox gözəl bir immunitet möhkəmlənir və xəstəliklərə qarşı dözümlü olurlar. Çuğundur yarpağını qaynatmaq yox, çiy halda yeyilməsini mən məsləhət görərdim. Ya şirəsindən istifadə eləsinlər, ya da çiy halda onu salatlara əlavə edə bilərlər çuğundur yarpağını. Çuğundurun yarpağını ət çəkən maşından keçirdib, dəri yaraları varsa, bax onun üzərinə təpitmə halında qoya bilərlər, çox faydalıdır. Çuğundur yarpağının tərkibindəki olan dəmir çuğundurun özündən 3 dəfə artıqdır. Ona görə də qan azlığından əziyyət çəkən insanlar çuğundur yarpağının şirəsindən istifadə edə bilərlər. Bundan əlavə çuğundur yarpağında çox nadir tapılan U vitamini var. O da hansı ki, mədə yaraları olan insanlarda çatışmır və onlar üçün vacibdir. Yəni bu xəstəliyin sağalması üçün çox vacibdir. Həmin xəstələr də çuğundur yarpağının şirəsindən və yaxud da ki, çuğundur yarpağının salatlarından istifadə edə bilərlər. Çuğundur yarpaqları eyni zamanda kimlərdə ki, qanda durulaşma çoxdur, qan laxtalanması olmur, qanı gec qatılaşır, həmin insanlar da çuğundur yarpağından istifadə edə bilərlər. Çünki çuğundur yarpağı qanı qatılaşdırır. Sağlam insanlar çuğunduru istənilən formada yeyə bilər, amma bəzi xəstəliyi olanlar diqqətli olmalıdır. Çuğundur pişmiş şəkildə kalorisi azalsa da, şəkər faizi aşağı düşsə də, amma onun orqanizmdə deyək ki, insulin indeksinə təsir etmə mexanizmi vardır. Bu pişmiş çuğundura aiddir. Çiy çuğundurda isə birbaşa olaraq şəkər tərkibindəki şəkər faizi çox olduğu üçün qandakı şəkərimizə təsir edə bilər əgər biz onu ac qarnına yesək. O yüzdən də bu iki xüsusiyyətinə görə şəkərli diabetdən əziyyət çəkənlər üçün doza çox spesifik seçilməlidir. Məsələn, digər insanlar həftədə 3 dəfə istifadə olunursa, şəkərli diabetdən əziyyət çəkən insanlar baza terapiyanın yanında çuğundurdan istifadə edəcəkləri qidalar həftədə 1 dəfəyə qədər endirilə bilir və yanında mütləq protein tərkibli qida ilə qəbul etməsi şərt olur. Eyni zamanda çuğundur şirəsini də bura aid edə bilərəm. Yenə də şəkərli diabetdən əziyyət çəkən insanlar üçün çuğundur şirəsi biraz spesifik məqamdır. Öd yollarında daş olan, böyrək daşları olan insanlar üçün də yenə biraz spesifik məqamdır. Çünki nəyə görə? Dediyim kimi detoks funksiyasında çox ciddi şəkildə rol oynadığı üçün peristaltikanı sürətləndirdiyi və s. öd yollarında ölçüsündən asılı olaraq biraz iri daşlara təsir edə bilər və bu zaman təbii xoşa gəlməz halına rastlaşa bilərik ki, ani tutma şəkilli ağrılar, sancılar və insanın xoşuna
duşa gəlmədən, yəni öd yollarındakı daşları tərk edə bilərik. O yüzdən də məhz öd durğunluğu olan, sadəcə öd yollarında xırda əlamətlər olan insanlar istifadə edə bilər. Amma daha kəskin formada öd yollarında artıq dediyim kimi konkret əlamətlər olan insanlar və təbii ki, böyrəyində daş olan insanlar ehtiyatlı olur və bir də şəkərli diabetdən əziyyət çəkən insanlar. Vitamin və minerallar baxımından zəngin tərkibə malik olan yerkökü başda A vitamini olmaqla K, C, B, B6 və Y kimi vacib vitaminləri ehtiva etdiyi üçün orqanizmin bir çox mineral mənbəyini də dəstəkləyir. Sutqa ərzində həmin vitaminləri olan tələbatımızı ödəməyə kömək edir. Kökü biz ac qarına yeyə bilərik çuğundurla müqayisədə. Kökün pişmiş şəkli və çiy şəkli hər ikisi ac qarına belə istifadə edə bilirik. Niyə görə bu hissəyə xüsusilə istəyirdim diqqət edək? Çünki bəzi tərəvəzlər biz ac ikən yedikdə birbaşa olaraq insulinə təsir edə bilir ki, bu da insulin indeksinin çoxalmasına təsir edir. Amma kök ac yeyildikdə belə insulin indeksinə təsir etmə mexanizmi azdır ki, bu da çox möcüzəvi bir haldır. Yerkökünün özündə də vitaminlər çoxdur. B qrupu vitaminləri var. A vitamini ilə artıq məşhurdur yerkökü də, çünki A vitamini çoxdur. Bir də yerkökünün belə bir xüsusiyyəti var ki, qaraciyəri çox gözəl təmizləyir. Qaraciyəri toksinlərdən təmizləyici bir xüsusiyyəti var. Qurtları, bağırsaq qurtlarının çox gözəl tökücü bir xüsusiyyəti var. Qaraciyərdə kimdə xolesterin çoxdursa, bax o insanlar yerköküdən çox istifadə edə bilərlər. Xolesterini normaya salmağa kömək edir. Yerkökü özü çox insanlar artıq bunu bilir, boy artırıcı xüsusiyyəti var. Yəni uşaqlarda boy artırıcı xüsusiyyətinə görə istifadə edə bilərlər. Şotlandiyanın Edinburgh şəhərində yerləşən Wolfson Gastrointestinal Laboratory tərəfindən aparılan araşdırma nəticəsində 3 həftəyə qədər gündə 1 ədəd yerkökü istehlakı xolesterol səviyyəsini 11% aşağı salıb. İtaliyadakı Mario Negri Farmakoloji Araşdırmalar İnstitutunda aparılan başqa bir araşdırma isə yerkökü istehlakının infarkt riskini 30% azalda biləcəyini deyir. Yerkökünün tərkibində ən çox A vitamini var. Amma tək A ilə yekunlaşmır. Orada B qrupu vitaminləri var, C var, mikroelementlər var, hətta dəmirə qədər var. Düzdür, az miqdardadır. Amma mikroelementlər də var və yerkökü istifadə etdiyimiz zaman immun sistemimiz güclənir. Çünki tərkibi çox zəngindir. Qaraciyəri çox gözəl təmizləyir. Qaraciyərdə olan toksinləri təmizləyici xüsusiyyəti var. Xolesterini normaya salır yerkökü. Yerkökü aşağı kalorili, yüksək lifli qidadır. Buna görə də toxluq hissini artırır və insanın daha gec acmasına səbəb olur. Beləliklə arıqlamağa kömək edir. Kökün nəinki kalorisinin aşağı olması ilə əlaqəli, eyni zamanda tərkibindəki şəkər faizinin çuğundura nisbətən daha aşağı olması ilə əlaqəlidir və qida liflərinin daha çox olması ilə əlaqəlidir və kökün tərkibində ona rəng verən, narıncı rəngi verən çox özəl bir tərkib beta-karotin orqanizmə çox lazımdır. Bu bizim görmə qabiliyyətimizdən tutmuş saç, dırnaq gözəlliyimizə qədər çox vacibdir. Çünki vitamin A böyük dozada vardır. Tərkibində güclü beta-karotin və vitaminlər olan yerkökü hamilə xanımların kalsium və A vitamini ehtiyacını təmin edir. Həm ananın, həm də körpənin immunitetini gücləndirir. İnfeksiyalara qarşı mübarizə aparır. Diabetə qarşı qan şəkərinin tənzimlənməsinə də kömək edir. Kök təsadüfi deyil ki, uşaqlarınıza kiçik yaşlarından etibarən verin deyə biləcəyimiz tərəvəzdir. Çünki doğrudan da şəkər dalğalanmasına qətiyyən təsir etmir. Yerkökü bişdikdə qida dəyəri dəyişən tərəvəzdir. Çiy yerköküdə daha çox C və A vitamini, bişmiş yerkökündə isə daha çox beta-karotin olur. Eyni zamanda qaraciyər, yəni mən dedim qaraciyərimizə kükürtlü bəsin qruplarını verməli ki, burada da yenə kökdən istifadə edirik. Kökün şirəsindən də istifadə edə bilirik və çox gözəl ki, kök daha çox tərəvəzlərlə biz bunu sintez edə bilirik. Alma ilə, çuğundur ilə, qozla bir sıra, yəni çox, hətta
kök biz protein kimi yanında qoya biləcəyimiz paxlalar qrupunun lobya ilə də sintezi vardır. Sadəcə kökün biz xeyirlidir, faydalıdır dediyimiz halda bəzən insanlar yenə burada da giperdozalara üstünlük verə bilərlər ki, bu kökün tərkibindəki beta-karotin maddəsi ki, ona sarılıq, narıncı rəngini verən maddədir. Bu doğrudan da o qədər gözəl maddədir ki, hətta bəzən dəniz mövsümündə insanlar kök yeyib günəş altına uzanarlarsa, doğrudan da onların rəngləri günəşlənməsi sarı rəngdə olur. Bu çox möcüzəvi bir haldır ki, bəzi insanlar bunu sevir. Yəni kökdən bu şəkildə istifadə edə bilirik. Lakin kökün giperdozada çox istifadə etdikdə elə təbii şəkildə də insanın rəngi biraz sarımtıl rəngə çevrilə bilər ki, bu arzu olunan deyil, biraz xəstə görünüşü ala bilər insanlar. O yüzdən də dediyim kimi doza nədir? Doza gün ərzində 3-5 ədədə qədər yeyilə bilir. İkinci əsas məsələ elə çuğundura da aiddir. Bu gec saatlarda çox yeyilməsi. Yəni biz nə qədər hesab etsək də ki, bu tərəvəzlər mahsum tərəvəzlərdir, çox unikal tərkibi var, kifayət qədər faydalıdır. Lakin günün ikinci yarısında, yəni leptin hormonunun söndüyü, yatdığı bir zaman və qrein hormonunun aktivləşdiyi bir zaman bu eləyir saat gecə 10-dan sonra, 22-dən sonra. Yəni bu zaman kəsiyində bu tərəvəzlərin təbii ki, yeyilməsinə nə qədər mahsum qidalar olsa da yenə də stop deyirik. Çünki hər bir qidanın orqanizmdə yeyilmə zaman kəsiyi var. Yəni bioritmimizə uyğun qəbul olunma vaxtı vardır ki, kökü də məhz o yüzdən də günün birinci yarısında dediyim dozanı almaq məqsədə uyğundur. 3-5 ədədi. Əgər salatlar da hazırlayırsınızsa, bu da yenə axşam saat 8-9 radələrinə qədər bitməlidir. Kök haqqında deyərdim ki, çox gözəl tərkib olduğu üçün o yağı da sevir. Yəni nə qədər biz salatlar hazırlasaq, mütləq ora kifayət qədər doymamış yağ turşularından olan zeytun yağı, faydalı bitki yağlarını əlavə edə bilirik. Çərəzlərdən aldığımız yağlar var deyə çərəzləri əlavə edə bilirik ki, kök doğrudan da yağı sevir. Təbii ki, bu da tərkibindəki vitamin A-nın böyük dozda olması ilə əlaqəlidir ki, bu zaman doğrudan da o salat orqanizmimiz üçün faydalı olur. Hüceyrə yenilənir, hüceyrə metabolizması aktivləşir, saç hüceyrələrimiz yenilənir. Bu da gözəl saçlara sahib ola bilirik, dırnaqlarımız qırılmır, sağlam olur. O yüzden də həm daxildən, həm xaricdən gözəl görünməmiz üçün kök və çuğundur çox vacib tərəvəzlər qrupundandır. Çiğ halda yeyilməsini mən daha çox məsləhət görərdim. Bişmiş halda belə deyək də müəyyən miqdarda tərkibi itirilmiş olur, amma çiğ halda daha faydalıdır. Gündə bu nisbətdə yeyə bilərik. 2 ədəd yer kökü, 1 ədəd çuğundur. Yer kökünün şirəsini tək halda da içmək olar. Amma mən daha çox çuğundurla birlikdə içilməsinin tərəfdarıyam. Çünki sanki onun tərkibi 1-5 zənginləşir. Hər ikisinin birlikdə istifadəsi. Ancaq kimlər biraz ehtiyatlı olmalıdır bu iki tərəvəzin birlikdə istifadəsindən? Kimlərdə ki, yüksək qan şəkəri var, şəkərli diabetdən əziyyət çəkir. Bu insanlar biraz ehtiyatlı olsunlar. Bir də böyrək daşından əziyyət çəkən insanlar bu iki tərəvəzin birlikdə şirəsindən ehtiyatlı olmalıdırlar. Yerdə qalan bütün insanlar faydalana bilərlər. Yerkökü dəri üçün faydalı beta-karotinlə zəngindir deyə dərini günəş şüalarından qoruyur. Sızanaq, ekzema və səpgili dəri xəstəliklərinin müalicəsi müddətini azaldır. Tərkibinin zənginliyinə görə dəridəki yaraların və ləkələrin sağalmasına kömək edir. Yerkökü A vitamini ilə zəngindir. Bu da dərinin yenilənməsinə, dərinin daha canlı, daha parlaq görünməsinə səbəb olur. Yerkökünü mütəmadi qəbul etdikdə dərdəki quruluğu azaldır. İmmun sistemini gücləndirir, həzm sisteminə kömək edir. Bir kosmetoloq olaraq deyə bilərəm ki, bir çox dəri problemlərinin kökü daxili vitamin çatışmamazlığına dayanır. Kök də bu baxımdan çox faydalıdır. Kökdən ev şəraitində maskalar hazırlamaq olar, qatıqla hazırlamaq olar, kətan toxumunun gelini hazırlamaq olar, yəni kök püresi ilə qatışdırıb üzə çəkmək olar, 10-15 dəqiqə saxlanılıb yuyulur. Bu maskalar nə edir? Dərinin nəm balansını tənzimləyir, qidalandırır, qırışların qarşısını alır. Əgər allergiyası olmayan insanlarda balla da qarışdırmaq olar kök püresini. O da dəriyə lifting effekt verir, parlaqlıq verir. Yerkökünü bütün dəri tipləri üzünə maska kimi istifadə edə bilər. Amma baxır nə ilə qatmaq lazımdır. Məsəl üçün yerkökü ilə qatıq bir yerdə
Bunu istifadə edə bilər normal dərilər, quru dərilər, qarışıq və yağlı dərilər, səpkili dərilər məsləhət deyil. Yağlı, qarışıq dərilər yer kökü ilə kətan çiya toxumunu qatışdırıb istifadə edə bilər. Bal həssas olmayan bütün dəri tiplərinə uyğundur, istifadə edə bilərlər. Yer kökündən tonik hazırlaya bilərlər üzlərini silmək üçün. O da çox yaxşı təsir edir dəriyə. Yer kökünü suyunu çəkib, aloe gelindən qatıb, onu da üzlərinə tonik kimi istifadə edə bilərlər. O da neyniyir? Rəng tonunu bərabərləşdirir, canlandırır dərini, məsamələri sıxlaşdırır, nəmləndirir. Qan azlığı, dəmir çatışmazlığı olan zaman yer kökü suyu ilə çuğunduru qarışdırıb içəndə qırmızı qan hüceyrəsi səviyyəsinin artımına kömək edir. İştahanı açır, orqanizmə rahatlıq bəxş edir. Artıq bildik ki, yer kökü və çuğunduru balanslı şəkildə qida rasionumuza daxil etməliyik. Gələn həftə yeni araşdırmamızla evinizin qonağı olmaq diləyi ilə. Hələlik!